Bəli, hal-hazırda kimyəvi reaksiya sürətinə aid olan bir test nümunəsi ilə yenə də qarşınızdayıq. Belə ki, bəzi şagirdlərimiz bəlkə şikayət eləyər ki, müəllim yenə də kimyəvi reaksiya sürətinə aid sual. Bəli, çünki bu bəzən çaşdırıcı suallarla qarşımıza çıxır kimyəvi reaksiya sürəti. Onun üçün gəlin bu testin həllinə baxaq. Bizə verilmişdir qrafika əsasən amoniakın alınma reaksiyasının amoniakda və hidrogenə görə sürəti hesablayın. Reaksiyanı yazmaya ehtiyacımız yoxdur. Biz buradan baxaq ki, qrafikdə qatılığa görə 2,4-dən 1,6-ya, sürətə görə 10-dan 50-yə dəyişim vardır. Gəlin delta C-ni, qatılıq dəyişməsini tapaq. 2,4 çıxılsın 1,6 bərabərdir 0,8-ə. Bu oldu bizim qatılıq dəyişməmiz 0,2 delta C. Bəs delta T-ni tapaq onda. Sürət əvvəl deməli ikinci sürət 50-dir, birinci isə 10-dur. Daha doğrusu zaman. Çıxanda eləyəcək 40 saniyə ərzində. Bu bizim saniyədir, bu isə qatılıqdır. Qatılıq. Onda sürət, amoniaka görə sürət yazaq. VNH3-ü tapaq. Amoniaka görə sürəti. Delta C bölünsün delta T-yə. O da bərabərdir. 0,8 bölünsün 40 eləyər 0,2. Bəli, amoniaka görə sürəti tapdıq. Bu birincinin cavabı. İkincinin cavabını isə tapaq. İkincinin cavabını da əmsallardan istifadə edir. Amoniak görürük ki, sürəti neçədir? 2-dir və yaxud da molu 2-dir. Burada reaksiya zamanı hidrogəndə neçə olub? Mol 3 olub. Amoniakda biz tapdıq 0,2. Bu zaman hidrogəndə neçə olacaq? X. Buradan X-ə bərabərdir. İxtisar getdi 0,1 qaldı. Vurdum 3-ə 0,3 oldu. Nəyin sürəti? Hidrogenin sürəti. Birinci cavab 0,2. İkinci cavab hidrogenə görə sürət isə 0,3 edər. Bəli, əziz şagirdlər, kimyəvi reaksiyanın sürəti sizi çaşdırmasın. Başlanğıc qatılıq, sərf olunan qatılıq, tarazı qatılıq bunlar sizi çaşdırmasın. Sadəcə olaraq testi gördünüz, verilənləri olduğu kimi ardıcıllığı ilə qeyd edin və testi həll etməyə çalışın. Sağ olun, salamat qalın.